188'e. Burada deyilməm, qarışıq duzda iki dənə fərqli turşu qalığı olmalıdır. Bu da biri 3-dür, biri də 5. 3-5. Bəli, 3-5. Deməli, qarışıq duzda 2 müxtəlif turşu qalığı olmalıdır. 89'a baxırıq. Deyir, hansı duzların parçalanmasının əsası oksidlər alınır? Gəlin Deməli, bunları bir-bir parçalanmasını yazaq ki, magnezium nitrat, ona görə biri götürürük. Sonra NO2, ikincisində sink O alınır. Bu amfoterdir, ona görə 2 deyil. Qurğuşun oksid, bir dəqiqə, qurğuşun oksid də şeydir, turşu oksid. qurşun O, NO2, bir də O2 Əsas alınır. oksid deyil. Bu Əsas amfoterdir. oksid deyil. Yox, bu Amfoterdir, hə. amfoterdir. Bu da amfoterdir. Bizdən nə soruşur? Əsası oksidlər alınır. Bunlar dairəyə aldığım amfoterdir. Sonra Bir də dördüncüdən. 4-dür əsası. Əsası 4. Aha. Deməli, əsası oldu. Bir bu, bir də bu. 1 ilə 4. Aha, 90'a baxırıq. Birincidə alınır Nə CO2, alınır? NH3, H2O, CO2. Aha, biri Sonra budur. ikincidə alınır Sinko, NO2, O2. Burada da turşu oksid Sən bunu alınır. bir dəqiqə. NO2, O2. Aha, karbon qazı yazın. NO2, O2. Üçüncüdən nə alınır? Üçüncüdən də turşu oksidi alınır. Deməli NH3, N2, xrom 2, O3, bir də H2O. Aa, indi qulaq as. Bu N2O3 turşu oksid oldu. Yox, amfoter oldu axı bu. Yox, amfoter, xrom O3 idi turşu. Deməli bunu çıxaq, bunu çıxaq. Hə, 3 çıxdı. Deməli 4-dən də oksid alınmır. Natrium NO2, O2 alınır. Ona görə cavab 1-2. Cavab oldu nə? 1, 2. Çünki 1 ilə 2-də, birincidən karbon qazı, ikincidən NO2, 1, 2. Cavab 1-dir, bir də 2-dir. 91'ə baxır. Hə, deməli natrium karbonatla daxil natrium karbonat Yazaq onda. Natrium 2 karbon 3. Görək H2SO4 ilə gedir. Bu H2SO4 ilə gedir. Alınır natrium 2SO4, CO2, bir də H2O. Sonra barium hidroksitdən də deməli bu barium hidroksit çöküntüdür deməli. Yox, barium hidroksit suda həll olur. Bunu yazaq indi. Birinci reaksiya niyə getdi? Çünki burada qaz halında maddə alınır. Natrium sulfat, karbon qazı, su alınır. İkinci reaksiya da gedir. Niyə gedir? Çünki barium karbonat çöküntüdür axı. Hər ikisi ilə reaksiya getdi 1. Bir hər ikisi ilə gedir. Keçir ikinciyə. Sink oksiddə şeydir, amfoter xassəli olduğuna görə 2 də hər ikisi ilə gedir. Hər ikisi ilə gedir. Həm əsasdan, həm turşu ilə. Burada plus qoyuram. Sonra mis-2 oksid şeydir, əsasi oksiddir. Ona görə barium OH2 ilə getməyəcək. Getməz, çünki eyni xassəlidir. Bəli, getmir. Sonra natrium hidroksid də əsasi xassəlidir. Ona görə bu da barium OH2 ilə getməyəcək. Alüminium hidroksid amma gedəcək, çünki bu amfoter xassəlidir. Həm turşu ilə gedir, həm əsasla. Natrium sulfatdır. Hə, bu da gedir. Bu da gedir. Gəl baxaq indi buna. Çünki birincidə bu natrium sulfat əsas normal duzdur. Üstünə də H2SO4 gələndə turş duz əmələ gətirəcək. Alınacaq natrium HSO4. Barium OH ilə də gələndə çöküntü əmələ gələcək. Ona görə gedir. Barium SO4. Bəli, barium OH ilə bu da gedir. Ona görə ki, barium sulfat çöküntüdür. Barium SO4. Bir də natrium OH alına bilər. Cavab onda nə oldu? 1 oldu, 4 oldu, 5 oldu, bir də 6 oldu. 192'ye baxaq. Deyir, alüminium oksid, alüminium 2, O3 yazaq ki, gözümüzün qarşısında olsun. Deməli, natrium hidroksid əsasi xassəlidir. Alüminium 2O3 amfoterdir, ona görə gedir. H2SO4 də turşudur, ona görə 1 gedir. Kalium oksid də yenə hər ikisi ilə gedir. Kalium oksid əsasi oksiddir. Əsasi amfoter ilə gedir. Amfoter ilə də gedir, turşu ilə də gedir. Ona görə biri də 2-dir. Kalsium florid, deməli, kalsium flor 2-dir. Kalsium flor gedir. Alüminium 2O3 ilə gedir. H2SO4 ilə də gedir, çünki yox. Kalsium klorid alüminium 2O3 ilə getməz axı. Bu getmir.
Hə, O bu getmir. getmir. Ə, Sonra hə, dəmir. dəmir alüminium 2 ölçüsündən getmir. 4 Hı -hı, getmir. Alüminiumu sıxışdırıb çıxara bilməz. getmir. Barium hidroksid amma hər ikisi ilə gedir. Barium hidroksid hə, bu hər ikisi ilə də gedə bilər. Cavabımız nə oldu? 1, 2, bir də 5. Bizdən də gedənləri soruşurdular. İndi baxırıq 193-ə. Diğer qablardakı maddələri sxemə uyğun birbaşa ardıcıllıqla almaq üçün verilmiş maddələrin hansılarından istifadə olunur? Olunmur. Deməli, SO3-ün H2SO4-ə keçmək üçün sudan istifadə olunur. Ona görə bir Deməli bunu getdi. çıxıram. Sonra bunu çıxırıq. Sonra H2SO4 durusundan kuprum SO4 alınması üçün kuprum O-dan istifadə olunur. Ona görə 5-i də çıxırıq. 5, yox, bir Sonra dəqiqə, hə. Olunmur deyir. 5 Yox, istifadə indi olunur. qulaq as. 5-dən istifadə oluna bilər də. Mis SO4 ala bilərsən. Amma misdən Hə, istifadə edib mis ona görə SO4. deyirəm də olunmur. Olunmur deyirsə 5-i. Mənim yox, Hə, bizdə 5. şərtdən sonra şərtdə Hə, deyir ki, bizdə olunmayanları olunmayanları soruş. Onda 5-i də çıxar. Hə, Yəni 5-i də 5-dən çıxıram. Yəni istifadə çünki olunur. hə, Aha. çünki o reaksiyadır. Sonra kuprum SO4-ün üstünə natrium OH gələn yox. Yox, buradan bura keçiddə natrium OH gəlmək olar. Hə də oranı gördüm birinci. Ona görə dedim 3 də istifadə olunur. Amma kuprum SO4-ün üzərinə H klor gəlib kuprum klor 2 almaq olmaz. 2 ilə 4-dən istifadə olunur. Yox, bu bilirsən nə deməkdir? Bax, məsələn, sulfat turşum var, mis gəlib hidrogen ala bilmərəm. H kloru da burada gələ bilmərəm. Çünki klorid bundan zəifdir axı, onu çıxara bilməz. Ona görə dedim. Ona görə cavab 2 ilə 4-dür. 195-ə baxaq. 15. Deməli, Burada. natrium nitrat yazaq, natrium Natrium NO3. nitrat, natrium NO3'dür. Amonyum Amonyum nitrat. nitrit NH4 NO2'dir. Hı -hı. Sonra magnezyum karbonat magnezyum CO3'dür. Amonyum nitratta NH var. Natrium nitrat parçalananda alınır natrium NO2 O2. Sonra amonyum nitrit parçalananda N2H2O. Magnezyum karbonat parçalananda magnezyum O CO2. Amonyum nitratla parçalananda N2O bir də H2O alınır. Deməli, natrium NO3-dən nə alındı? Oksigen qaldı. N2O hə, oksigen. Hə, İkincidən azot N2 qazı. alındı. Hə. Üçüncüdən Sonra karbon üçüncüdən qazı alınır. CO2. Dördüncü. Dördüncüdən də N2O. Aha, N2O. Deməli bu X-dir. Azot X, Y-dir. Bunu belə yazaq. Sonra karbon qazı Z-dir. Eləmi? N2O da T-dir. İndi görək bizdən nə soruşur? Nə doğrudur? X Z ilə reaksiya daxil olmur. X nədir? Oksigen. Z ilə. Z bizdə nədir? Karbon qazı. Daxil olmur, bu doğrudur. hə, X setlə reaksiyada. Y və T-nin tərkibində azot var. Bu düzdür. Bu da Y düzdür. budur, T də budur. Bəli, T'də var. N2 oldu. Bu da doğru. Sonra Z və T'nin molar kütlələri eynidir. Z'imiz CO2'dir 44, 28 üstəgəl 16, bu da 44'dür, bu da düzdür. Bəli, bu da 44. Sonra Y havadan ağır qazdır. Y nədir bizdə? N2'dir. 28'də havadan ağır deyil. Ona görə 1, 2, 3 olacaq cavab. Deməli 1, 2, 3-dür. Y havadan ağır qazdır. Y bizdə nə idi? N2-dir. Havadan ağır deyil. 28'dir. Hə, indi burada cavab nə oldu? 1, 2, 1, 2, 3. Mən cavabla da yoxladım düzdür. hə, lap yaxşı. 6-ya baxaq. 196-da deməlidir, hansı mərhələlərdə yalnız duzdan istifadə olunmuşdur? Birincidə duzdan istifadə olunub, çünki HNO3 gəlsək, H-klorla HNO3 eyni səviyyəlidir. Ona görə bu getmir. İndi hansı duz ola bilər Bildi. tutaq ki? Məsələn, Tutaq ki, məsələn, ola bilər gümüş nitrat. hə, gümüş nitrat çöküntü əmələ gətirmək. Fikirləş ki, hə, bax bu çöküntüdür deyə. Ha, deməli burada duz oldu. Burada duz. Bir duzdur o. Amma 2 turşu ola bilər. Ona görə 2 deyil. Hə. Bir də 3-dür. 3 də duzdur. Çünki H-klor gəlib H2SO4-ü sıxışdırıb çıxara bilməz. Ona görə də cavab 1, 3.
Deməli, ikincidə turşu ola bilər. Niyə ola bilər? Çünki bu qüvvətlidir. Bu da zəifdir. Qüvvətli zəifi çıxara bilər. Bu turşudur. Aha. Üçüncüdə nə dedin? Mis, SO4 üstə gəlir. Məsələn, nə Burada yazaq? da duzdur. Barium klor 2. Duzdur. Hə, barium klor 2 çünki çöküntü əmələ gətirsin. Barium H-klor mis. gəlib H2SO4-ü ala bilmərik. Aha. Deməli, burada da nə oldu? Barium sulfat, mis klor 2. Burada da duz ola bilər. Bizdən də soruşur, hansından duz istifadə olunub? 1 ilə 3-də. 3-də. Doğru. Bir baxırıq 197-yə. %97 deyir ki, Y molekulunda iyon rabitələrinin sayı polyar kovalent rabitələrin sayına nisbəti 0,6 olarsa. Deməli, birinci duzları yazıram. Yazaq. Deməli, Hansı duzlar var? Kalium 3, PO4 kalium var. 3PO4 var, kalium H2PO4 var, kalium 2HPO4 var. Deməli, burada İyon rabitəni gəl elə bunun üçündə də iyonu da tapaq, kovalenti də tapaq. Birincidə neçə iyon var? 3 dənə iyon var. Gəl belə yazaq. 5 İyon, dənə kovalent. var. Aha. 3 dənə iyon, 5 dənə kovalent. 3 iyon, kovalentin sayı da 5 dənə. Aha, 5 dənə. Sonra bu birisində də deməli 1 iyon, 1 iyon, kovalent neçə dənə? 7 dənə də 2 dənə də kovalent. 7-ni hardan aldıq? 5 budur. 2 dənə də bu. 5 o da 7 2 dənə. hidrogenli. Aha, sonra Sonra üçüncüdə kalium 2 HPO4-də 2 dənə iyon, 6 dənə də kovalent. 6 dənə də kovalent. 5 budur, 1 də budur. Kovalent qeyri-metal atomlar arasında. Cəmi elədi 6. Sonra nə deyir? Baxaq görək. Deyir ki, iyon rabitələrin sayı polyar, bu da şey olacaq. Kalium 3PO4. İyon budur. İyon deyir kovalentə böləndə 0,6 düşür, eləmi? Y, o kalium 3PO4-dədir. Deməli, Y-imiz, yəni burada nəyə böldük? 3-ü 5-ə böldük də. 0,6 düşürsə, deməli bu Y-imiz bizim nə olur? Kalium 3PO4. Burada da bu mərhələli gedibdir. Amma bu birbaşa. Birbaşa gedibsə B-imiz neçədir? B-imiz 3-dür. A-mız 1 də ola bilər, 2 də ola bilər. Eləmi? C-miz 1 də ola bilər, 2 də ola bilər. Onda elə birim 1-2 yazaq. B3 olanları götürürük. 1-4. Yəni belə deyək də, A ilə B-nin cəmi 3 olmalıdır. Biz elə variant götürməliyik ki, A ilə B-nin cəmi 3 olsun. Çünki nə? Aha. Çünki burada 1 götürsəm, burada 2 götürməliyəm ki, bu kalium 3 olsun. Və yaxud da burada 2 götürmüşəmsə, burada 1 götürməliyəm ki, 3 dənə kalium OH olsun. Onun da cavabı nə olur? Bununla bunu toplayanda 3 eləyir, bir də 4-də dediyin, hə, bunları da toplayanda olur. Deməli, 1, 4 doğru variant. Nisbi molekul kütləsi 34 olarsa, onda X-i tapaq. X-imiz 32-dir. Deməli, bu 34 eləyir. Yəni, 2 üstə gələ X bərabərdir 34-də, X də bərabərdir 32. Deməli, bu H2S-dir. Y-də şeydir, 40-dır. Onda Y-i də belə tapaq. Y-O-H. Normal duzlu deyirsə, kalium, bu da olacaq. 74-dən 34-ün çıxıram, 40 eləyir. Kalsium esi nəzərdə tutur da yəqin. Normal duzu. Y-S olacaq. Y-S olacaq. Burada S-dir, burada da kalsiyumdur, 40 qram. Olur kalsiyum. S, bu da 40, 32, bəli, 72 qram. 199-a baxırıq. Deməli, 199-da deyək ki, reaksiyasını aktivləyə bilər. Deməli, magnezyum, bir dəqiqə mən reaksiya yazım. Yazaq. Magnezyum üstə gələn mis-SO4. Hə, gör nə deyirəm. İndi burada məhlulun azalmasına səbəb nədir? Deməli, şeydir də, kuprum SO4-dən keçib magnezyum SO4-ə 40 qram azalır. Aha, deməli, əvvəl həmin o duz olan məhlulun kütləsi. Yəni, bu duzuydu da, o məhlulda. İndi hal-hazırda bu duzdur. İndi 64-dən 24-ü çıxım görüm. Bu, həmin o məhlul olan
Yəni duz olan məhlul. Nə qədər azalma var? 40 qram azalma var. 160-a 40 qram azalmadırsa 12 qram azalmaya da x-dir. X də bərabərdir 160 da bunu 160. nəzərdə tutursan da, eləmi? 160-a Bəli. 40 qram azalmadır. İndi bu 150-dən də 138-i çıxsam 12 qram azalma oldu. 48 qram reaksiyaya daxil olub. İndi elə X-lə birbaşa Y- maqneziumu tapa bilmərik ki. Ta bir də mis-SO4 neyinirik ki bunu yazıb. Hə, onu da yaza bilərik. Məsələn, 24 qram maqnezium reaksiyaya gedəndə duzdan 40 qram azalma oldu. Yəni məhluldan. 12 qram azalma, 12-nin də bu 150-dən 138-i çıxdım. Görüm nə qədər maqnezium reaksiyaya gedib. X bərabərdir. Məxrəcdə 12. Mən elə birinci ilə yazmışdım. Sonra dediniz məhlula görə, ona görə dəyişdim. Yox, məndən onsuz da maqneziumu soruşur da. Əgər mis-SO4 soruşsaydı, elə mis-SO4-ü tapardım. Məhlul deyəndə o duzun içərisindəki metala bax. Nə qədər artıb və ya da azalıb. Tapmışdım, sonra qaraladım. Siz elə deyəndə dedim birinci məhlula görə gedim. Elə 7 tam. İndi baxaq hesablayaq görək. Məxrəcə 40 yazmalıyam. Surətə də 12 vuraq. 24. Bu da neçə eləyir? 7 tam onda 2. Bu lövhə məsələlərində olur ən çox. Bax, məsələn, lövhədən 24 qram gedir, eləmi? Amma lövhənin üstünə, lövhədən 24 çıxır, 64 gəlir lövhənin üstünə. Burada lövhə artır. Lövhə artır. Amma lövhə artsa da məhluldakı o duzun kütləsi azalır. Duzun kütləsi azalır deyə məhlul özü də azalır. Bir-biri ilə tərsdir. Lövhə artanda məhlul azalır, məhlul artanda lövhə azalır. Düz dedik. Deməli nə oldu? Lövhə azalanda məhlul artır. Məhlul artırsa lövhə neynəməlidir? Lövhədə azalmalıdır. Deməli, H2SO4 həcm kalimer eyni nisbətdə verib həcmlərini. Ona görə yazıram. H2SO4 ilə kalimer. Buradan turş duzu alınacaq. Alınacaq kalium HSO4 üstə gəlir H2O. Bunları mola çevirək də bəs. İndi baxaq görək. Sulfatın həcmi nə qədərdir? A. Sulfatın qatılığı nə qədərdir? X. Qatılığı belə C bərabərdir X yazın. İndi mən bunun molunu tapanda nə edirəm? Həcmi vururam. KX eləyir. XA. KX. İndi kalium OH-da da bu qatılıqdır, bu da həcmdir. 8X eləyir. Bu da 8 nə olur? 8A olur. Yox, bu X sulfata aiddir, artıq bunu yazmışıq. Kaliumda. Kaliumda da 8A. Deməli 8A bunun moludur. AX də budur. Aha. AX budursa, indi biz nə etməliyik? Bizə deyir ki, normal duz alınsın. Normal duz alınması üçün mollar bərabər olmalıdır. Yəni burada nə yazım? AX bərabərdir 8A-ya. Özdəki 2AX yazmalıyam. Çünki onu dedim ki, hidrogenlə vururuq. Mütləq. Çünki H ilə OH-ın sayı bərabər olanda burada neytrallaşma baş verir də. Onda A-lar getdi. X də bərabər nəyə? 4 edir. Bəli, X-imiz də 4-dür. 201 lazım deyil. Ta onu baxım görüm müxtəlif tiplidirsə baxaq. Baxaq. 201. Hə, 8 qram natrium OH-a X moldursa, 40 qram natrium OH 1 moldur. X də bərabərdir 0,5 mol. İndi ya bunları mola çevirək yazaq da birbaşa üzərlərindən və yaxud da qarşısına. 0,2 moldur. Bəli, 8 qram. Bu da 9,8-də 1 mol eləyir. 0,1 mol eləyir. Tamları da lap ataq belə. 2-nin 1-ə gedir. Ona görə buradan alınır natrium turş dozu alınır. Natrium 2HPO4. Turş dozu alınır. Sonra ikincidə də turş dozu alınır. Natrium 2HPO4. İndi ikinciyə bax. İkincidə də 4 qram. Bu 0,1 moldu. O da 0,1 moldu. 1-in 1-ə gedir deyə burada da alınır natrium H2PO4.
natrium H2PO4. Aha. Bizə nə deyir ki, alınan duzların cəmlərini istəyir. 0,2 qrama x qram natrium 2HPO4-dürsə, deməli bu natrium 246 üstəgələ 1 üstəgələ 31 üstəgələ 64 10 12 2 1 yadda 10 13 142. 1 molada 142 qramdır. X də bərabərdə eləyəcək 28,4 qram. İndi bax bu Sonra 2 dənə duz alındı. Bu 2 duzun bəli, bunlara uyğun olaraq kütləsini soruşur da. Ha, yaxşı. Deməli burada bu 8 qrama düşən sən nəyi tapdın? Duzu tapdın. Bu 8 qrama nə 8 qədər duz qrama düşdü? deməli 8x isə 40-a 142 olur. 40-a Yox, niyə? deməli duzun Bunu kütləsi 2 vuraq 40 deyildi bəs. hə 2 buraxır. Hə, 2 çünki mola hə. 2 mol gedir də ona görə deyirəm. 14 onda 2 bu eləyəcək. 12 qram da o birisi eləyəcək. Bu da elədi 26,2. Cavab elədi 26,2. Hə, indi bu 4 qrama düşənə tapdın da. Bu çünki 40 qrama nə qədərsə alınır Bəli, 4x. bəli. Bəli. Bu ikisini də Hə, o da toplayırsan 12 eləyir. O da cəmi 14,2 12 ilə toplayanda 2 6 26,2 202-yə baxaq. 2-də deməli su ilə gedir oksid alınıb, bir də hidrogen alınıbsa bu şeydir. Deməli olacaq ferruma 1-ə Aha, 1 1-ə gedəcək. 1-dir, bəli. 1-ə Əsas və 1. hidrogen aldı ikincidə. Əsasən hidrogen alınan natriumdan kaliumdur. 2-yə gedəcək A-dir. Turşu alınanda xlor 2 olacaq. H xlor alınır, bir də H xlor O alınır. A urumda heç birindən getmir. 1-ə B, 2-yə AD, 3-də E. Bəs bir də hansı qeyri-metal idi ki, qeyri-metal? O da 2 dənə turşu verirdi. Bir dəqiqə, 2 dənə turşu verən qeyri-metal. Bir də brom idi də. Yod da su ilə Hə, getmirdi bu da. Bu da hə, getmir. yod su ilə getmir. Florda da bir dənə turşu alınır, bir də oksigen alınır. Flor da su ilə gedəndə H flor alınır, bir də H oksigen flor alınır. O2. Doğru. Hə, baxırıq Yo, 203-ə. 203. Deməli, duzla gedir, duz alınır, bir də metal alınır. Bir dəqiqə bu olacaq. Son gedir, duz, metal alınır. Bax, bu qələvi metallar belə duzdan məsələn metalı çıxara Hidrogeni bilmir. çıxardır. Aha, bunlar Ona görə olmaz. 2-yə AD gedir. 2-yə AD gedir. C heç biri ilə getmir. Xlor da su ilə gedəndə turşu alınır. Ona görə 1-ə də qalır B-miz. Deməli 1-ə 2-yə 1-ə AD, 1-dir. Mis ola bilər. Məsələn, gümüşü çıxara bilər də. Aha, 2. 2-yə duz və hidrogen 2-yə alınır. AD. AD Aynen, hidrogeni aynen de. çıxarır. Aha. 2 3-ə ilə sonunda xlordur. Xlor. 3-də xlor. Xlor da E var. Aurumda heç birindən getmir. Hə, C Aha. də heç birindən getmir. 204 yoxsa hansı? Deməli birincidən nə alınır? 2 mol gedəndə. Birincidə 2 mol gedirsə ferrum OH xlor 2 alınır. İkincidən ferrum xlor 3 alınır. Üçüncüdən Bitsin. ferrum xlor 3 alınır. İkincidən də ferrum OH 2 dəfə xlor alınır. Aha. İndi baxaq görək adlarına. Birincinin adı nədir? Birincinin adı dəmir bir dəqiqə dəmir 3 orada 3. mənfi Dəmir 2. 60 valentlidir. Dəmir 3 hidroksoxlorid, dixlorid. Dəmir 3 hidroksodixlorid 1-ə B. Dəmir Sonra 3 ikincidə hidroksodixlorid 1-ə B. hə 1-ə B. 1-ə B, İkincidə 2-yə. mənim dəmir 3 dihidroksoxlorid 2-yə də E. 2-yə Üçüncüdə də elə E. dəmir 3 xlorid. Aha. Üçüncüdə də C. 1B2 3C. Aha. 205-ə baxaq. 1 mol natrium OH, 1 mol CO2 götürülübsə, bu turş duz əmələ gətirəcək. 1-ə A. Natrium Aha. HCO2 Deməli bunu alınır. buraya yazaq. Ha. 1-ə A. İkincidə normal duz alınacaq. Kalsium CO3. 2-yə B. 2-yə B. Sonra Üçüncüdə deməli 2 mol natrium. Burada natrium 2 CO3. Bu da normal duzdur. 2-yə C. 2-yə C.
Sonra üçüncüdə deməli OH-ın sayı daha çoxdur. Buradan da kalsium OH klor alınacaq. 2-yə Yəni 3-ə də D əsasi. 3-ə də D. əsas. Sonra 3 E-dən də əsasidir buradır. Aha. Sonra E-dən də yenə əsasi alınacaq. Alüminium OH, alüminium OH2 dəfə SO4. Burada yox. E. Alüminium OH SO4. Axı SO4 2 valentlidir. Onun 2 valentin Hə, edir. hə. Elə bir ki. 2 müsbət. Hə. Oksidaşma dərəcəsi. Alüminium 3 dənə qolu Hə, var axı. onlar əsasən. Hə, onlar Onun əsasən təyin edilir. bəli, ikisini SO4 tutur belə. Bir dənə də OH qalır da bax elə. Yadımızda saxlayırıq. 206-ya baxaq. Deməli, birincidən natrium HSO4 alınacaq, turş duz 2-yə A. Üçüncüdən deməli 2 qat duz 2-yə alınacaq. A. Aha. 2 qatdır. B heç birinə getmir. Buradan nə alınır? 2 qat duz Natrium, alınır. kalium. Kalium SO4. Natrium, kalium SO4. Aha, 2 qat üçüncü. duzdur. Çünki 2 dənə metal atomu var. İkincidə kalsium Üçdə. OH klor alınacaq. 3-ə 3. Kalsium OH klor alınacaq. Bu da əsasidir. 1-ə də C. D-də də kalsium SO4 alınacaq. Bu da normal duzdur. 3-ə də D. Ən axırıncıda da 2 dənə turşu qalığı olacaq. Bu da qarışıq duzdur. Ona görə E də heç birinə getmir. Deməli buradan mis, xlor, brom, qarışıq duzlu bir də su alınır. Bu da heç birinə getmədi. Bəli. Doğru. Hələ Bəli. 207-də bir reaksiyanı əvvəlcə yazaq. Nə alınır buradan habərinə? Birincidən NH3, CO2, H2 olan. İkincidə natrium NO2, O2. Oksigen laboratoriyada alınmasıdır. Hə. Sonra C parçalanmır. Aha. C parçalanmır. B'dən də kalsium oksit CO2 alınır. Aha. E'dən də N2O, bir də H2O alınır. İndi Aha. bizdə 1-ə gedəcək, dəyişmirsə bu parçalanmayandır. 1-ə gedəcək C. Aha. Sonra müəyyən qədər azalıb axıra getmirsə bir dənə də bərk maddə olmalıdır orada. Ona görə 2-yə də gedəcək B ilə D. Aha, B ilə D bura getdi. Çünki müəyyən qədər bərk maddə qalıb da, qazdan gedibdi, amma qalıb. Hamısı getmir. Mhm. 3-də də amma bütün hamısı qazda uçub gedir. Ona görə 3-ə də getdi Aha. A ilə E. Bəli, su buxar halında olur burada. Çünki temperatur var axı. Su da buxarlanır geri. Aynen iyi də bura uyğundur. 208-ə baxaq. 208-də deməlidir, reaksiyaya daxil olan əsaslar, reaksiyadan alınan duzlar əsasların hər birindən 1 mol götürülmüşdür. Deməli, 1 mol götürülübsə, X-də əsasi oksid, əsasi duz alınır. Ona görə Alüminium OH SO4. OH SO4. Bu X-ə uyğundur. İkincidə Y-ə uyğun yazaq. ikincidə kalsium SO4, Y kalsium SO4-dür, 1-in 1-ə gedir. Aha, üçüncüdə Üçüncüdə də kalium HSO4-dür, turş duz alınır. aha, bu da bizdə uyğundur nəyə? Z-ə. Hə, Z-ə. Termolekulunda atomların sayı. 1, Birincidə 2, 3, 4, bu da 4. 8 dənədir. Birincidə 8 dənədir, ikincidə 6 dənədir, üçüncüdə də 7 dənədir. 1, 2, 3, hə, bəli, 7 dənə. 1-ə getdi C, 2-yə A, 3-ə də B. 3-ə də B. Doğrudur. 209-a baxaq. Kuprum NO3 2 dəfə üstünə X elə bir maddə gəlməli ki, misi sıxışdırıb çıxara bilsin. Ona görə bura gedir ferrum. 1-ə C. İkincidə də İndi bura 1-ə İkisi sink ferrum. gedə bilməz ki. Sink gedə bilər ki. Yox, gedə bilməz axı. Deməli bu bir-birinin ardınca gedir deyə. Əgər təkcə bunu versəydi, məsələn, sinqi, dəmiri, maqneziumu götürə bilərdik. Ancaq bir-birinin ardınca gedir deyə. Deməli nə? Misi çıxaran nə olur? Dəmir. Bu olur bizdə ferrum. Aha. Ferrum SO4 alındı. Deməli burada ferrumdur. Ferrumu nə çıxardır? Dəmiri. Dəmiri nə çıxardır? Sink. Deməli bu sinkdir. Aha. Sonra buradan alındı. Deməli bura dəmir idi. Bu oldu sink. Sinqi nə çıxara bilir? Z. Z nədir onda bizdə? Maqnezium. Bu da maqnezium. Doğru.